ki, yəni birincisi uşaq həddi buluq çağına çatanatan urusun belə uşağı olsun bu müsəlman sayılır. Bir gün bir Alman Qurban bayramında görür ki, bütün millət bir-birinə ət paylayır, qucaqlayır, öpüşür, görüşür. Ha deyir, bu nə mənədir, belə şey mi olar? Deyir, bu İslam dinidir. Ha deyir, bu nətər İslam dinidir, burada yəni belə mi olur? Ha deyir, bənədir. Ha deyir, qurban olan bu dini mənə dörgədir. Ha deyir, bir kəlmə-i şəhadət deyir. Bu la ilahe illallah Muhammed Resulullah deyir. Deyir, indi mən də sizdən mi oldum? Deyir, hə. Sabah bunu durğuzurlar ki, ay bala, sən müsəlman oldun, sana sünət lazımdır. Hə, deyir, onu olan şeydir, deyir, o belə olan şeydir. Hə, bunu sünət eləyirlər. Bir-iki ayda yaşlı adamdır, ana bunun ağrısı da atıqası. Bir-iki aydan sonra deyirlər, namaz lazımdır. Ay, nətər, tezcə duraq mı? Yox, hə, dəstə namaz lazımdır. Hə, qüsul lazımdır, hac lazımdır, zəkat lazımdır, zəkat da pul vermək. Deyir, qurban olun, mən bu dindən çıxıram, istəmirəm. Deyir, hə, dindən çıxsan bədbaxt olur, sana mürtəd dəyəcəklər. Deyir, qarala deysinlər, nə deyirlər deysinlər? Deyir, hə, mürtədlərin də başını kəsirlər. Hə, deyir, sizə qurban olun, bu nə təri diniydi məni saldınız, girəndə aşağı kəsirlər, çıxanda yuxarı kəsirlər. Bu nə mənə deyir, hə? Bizim hamımız o